Mənim izləyənlərim bu gün Azərbaycanın böyük müğənnisi, böyük dəyərli, fəxrli müğənnisi də belə deyək. Gülüstan xanım, Tufan mənim əzizim, dostumun stüdyosunda bərabər çəkdik. Bu dəqiqəcən bir 3-4 saatdır bərabər çəkdik səsi. İnşallah yaxında bir yaxşı sürprizlər varımızdır Gülüstan xanımın səsi ilə. İnşallah. Yaxında. Mən Gülüstan xanımı iki hissədə gəlmişəm mahnılarımı. Bir, belə deyək, Sevda mahnıdır, pop mahnılar bir bərabər iştirakımız olubdur və hələ bir işimdə qalır ki, inşallah onu belə deyim, 2 gündən sonra gələcəyəm opera durumlarında. Çünki siz bilirsiniz ki, izləyənlərim bilirlər ki, mən opera sahəsində çalışıram İranda. Və siz də bu sənətin ən böyük fəxrli oxuyanısınız. Leyli Məcnun operasında da tam izləyənlərimiz hamısı bilirlər sizi. İnşallah bir opera durumlarında da inşallah Gülüstan xanımın gözəl səsindən inşallah istifadə edəcək. Və sizi belə deyim ki, yaxın zamanda gözəl sürprizlara inşallah bərabər. İnşallah əziz izləyicilər, əziz Azərbaycan musiqisini sevənlər, çox hörmətli Mənsur bəylə işbirliyimizə artıq başladıq və mənlə yanaşı digər müğənnilər də əlbəttə ki var, amma bugün biz bu studiyada çox gözəl mahnılar səsə aldıq, qeydə aldıq. Tufan bəyin dəstəyi ilə, iştirakı ilə və inşallah ki bu çox uğurlu bir musiqilər olacaq və sizin ixtiyarınıza verəcəyik. Siz də öz qiymətlərinizi, öz dəyərlərinizi deyərsiniz. İnşallah ki, amma opera üzərindən də daha möhtəşəm, daha böyük həcmli, maraqlı bir mövzular olacaqdır. İnşallah ki, gözləyirik və sizi də səbirsizliklə gözləyirsiniz, bilirik, sizlərə təqdim edəcəyik.